yandı, əlim yandı, ev. Həqiqətən də əlim yandı. Bir var söz xatirinə, bir var həqiqətən əlim yandı. 54 kvadrat kubcası əldə əşyalı neçə verirəm sənə? 68.500 manata. Heç neçə. Dəhliz hissəsi buradır. Üzbəyüz daxil olanda hamamı və ayaqqabısı burada yerləşir. Hə, dəhlizin bir daha kurqon fırlan göstər. Burada da görürsünüz paltar elmaları şkafıdır. Bura evin yataq otağıdır. Əlim yandıdır. Vallahi billah bu qiymət ev yoxdur heç yerdə. Kubcalı, nə sonuncu mərtəbə, nə birinci mərtəbə, mansar, nə bilim, qoxu gələn bina, belə bir şey deyil. Burada evin yataq otağıdır. Keçirik buradan. Balkonunu göstər, bəs eləyir. Çox göstərmə. Yılan qurbağalar çoxdur. Göstər burada kombisi, Ariston, hər ikisi var. Deməli, qaydırıb yenidən dəhlizinə. Yəni, düşünsən ki, mən bunu axtarım, özüm tapım, çəkim satım, bəzilərinə aiddir, tapa bilməz. Açar bu qaqanlar. Burada da yerləşir evin qonaq otağı, qonaq otağını baş tərəfini göstər. Televizorudur, şkaf yığılıb, enli, içəri. Gördünüz, divanlıdır, stolsuludur. Buradan 2 dənə və ya da 3 dənə əşya çıxacaq, gələn adama deyəcək. Kombisi yerindədir. Burada da mətbəxidir, soyutusunun yeri buradadır, şkafı buradadır, paltar yuvanı, qazı aspiratoru. Binanın ön vakasısına baxışı var. Bir tərəfi belədir, bir tərəfi belə. Göstərmə, ehtiyac yoxdur. Burada da sonuncu təqdimatının yeri buradır, qonaq otağı. 54 kvadrat, 68.500 manat. Gəl, sağ ol.